Təfəkkür bölməsindən yeni kurikulum sualını sizlərə təqdim edirik. Bilirsiniz ki, artıq 3 təfəkkür yox, yəni yeni təfəkkürlərimiz var. Analitik, produktiv, praktiki, abstrakt və s. Hörmətli müəllimlər, necə edə bilərik ki, sualları ayırt edək? Təbii ki, YouTube kanalımızda sizlər üçün fərqli suallar və Instagram səhifəmizdə sualların izahları paylaşılacaq. Gəlin baxaq. Mütləq şəkildə kanala abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Və hər bazar günü biz müəllimlər üçün Zoom proqramında ödənişsiz dərslər təşkil edirik. Əgər istəyən müəllimlər varsa, bizimlə test işləmək istəyən müəllimlər varsa, buyurub qoşula bilərlər. Deyir ki, şagird evdə internet marşrutlayıcısının işləmədiyini görür və onun valideynlərinin bu texnologiyadan baş çıxmır. Əgər şagird nə etməlidir? Şagird əvvəlcə problemi analiz edir. Kabel düzgün qoşulub, enerji gəlir, amma Wi-Fi işləmirsə, marşrutlayıcının parametrlərində səhv ola bilər. O, smartfon və kompüterlərdən istifadə edərək cihazın parametrlərini yoxlayır. Baxın, cihazın parametrlərini yoxlamağı öyrənib, harda? İnformatika dərsində. Mövcud təlimatlar və resurslardan fərqli yollar sınayır, hansı ki öyrəndiklərinə əsasən və sonunda interneti bərpa edir və daha sabit siqnal üçün marşrutlayıcının yerini dəyişdirir. Yəni, öyrənib ki, bu problem baş verərsə, bunu belə etmək lazımdır. Öyrəndiklərindən istifadə edərək yerinə yetirmək isə bizdə praktiki bacarıq, yəni praktiki təfəkkür tələb edir. Cavabımız olacaq praktiki təfəkkür. Əgər siz də belə fərqli testlər, ixtisaslarınız üzrə, informatika, tarix, coğrafiya, Azərbaycan dili, bütün fənlər üzrə fərqli situativ testlər, təfəkkür testləri, inteqrasiyalar, tətbiqi bacarıqları formalaşdıracaq testlər işləmək istəyirsinizsə, bir dəfə ödəniş edərək 10.000-dən artıq test və izahlarımızı əldə edə bilərsiniz. Sınaq qrupumuz aktivdir. Buyurub əlaqə saxlayaraq həm dərs qruplarımıza, həm də sınaq qruplarımıza qoşula bilərsiniz. Bizi izləməyi unutmayın. Fərqli testlərlə yenə də qarşınızda olacağıq.